Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir modul tənliyi var idi. Bu tənliyin həllini verməyə çalışacağım. Modulca 4x çıxılsın 6 bərabər modulca 2x plus 6 tənliyinin kökləri cəmi istəyir bizdən. Mənim çox vaxt uşaqlar burada bəzən şagirdlər mənfi müsbət çalışırlar, bunlar səhv edirlər. Bunu daha asan yol deyəcəm sizlərə. Baxın, sadəcə modullar 2 dənə modul verilib. Bir dəfə toplayıb sıfıra bərabər, bir dəfə çıxıb sıfıra bərabər məsələ həll olunca. Baxın, 4x çıxılsın 6. Əvvəl topla üzərinə əlsin 2x plus 6 bərabərdir 0-a. Mənfi 6 müsbət 6 getdi nə qalır? 4 o da 2. 6x bərabər 0. Demək x neymiş? x1 bərabər 0 imiş. Baxaq ikinci alıq. İndi isə çıxaq. 4x çıxılsın 6 çıxılsın 2 dənə x çıxılsın 6 bərabərdir 0. Buradan da baxın 4x-dən 2x çıxan nə qalır? 2 x qalır da 2x çıxılsın 12 bərabər 0. X bərabər 6 imiş. Köklərinin biri 6, digəri isə 0 tapdıq. Deməli nə oldu? Köklər cəmi olacaq 6 plus 0. Yəni cavab oldu 6.